Yəni son dönəmlər yenə məktəblərdən danışır, yəni müəllimə güllələnir, nə bilim, yeniyetməni bıçaqlayır və s. və artıq yenə başlayıblar. Müəllimləri ittiham edənlər də var, şagirdləri də, valideynlər də və s. Amma mən bu məsələyə biraz daha genel, daha geniş baxmaq istəyirəm. Burada günah dövlətdədir. Çünki ideologiyası olmayan dövlətlərdə belə olur. İdeologiyası olmayan dövlətlərdə müəllimə hər şagirddən konvert gözləyir öz ad gününə. Direktor süpürgə pulundan tutmuş məktəblərdən pul yığır. Şagird də müəllimini güllələyir. Çünki ideologiyası olmayan dövlətlərdə bax bu cür vəziyyət yaranır. İdeologiyası olmayan və dırnaqdan təpəyə qədər rüşvətlə bulanmış dövlətlərdə bu vəziyyət yaranır. Və bunda bir nömrəli günahkar nə valideyndir, nə müəllimdir, nə şagirddir, nə süpürgəçidir, nə də direktordur. Hakimiyyətdir. Çünki hakimiyyət ideologiyalı dövlət qursaydı, belə olmazdı. Biz bu vəziyyəti yaşamazdıq. Adi sizə bir nüans göstərim. Azərbaycan hakimiyyətinin 3 personajından sizdən nüans göstərəcəm. Qafqaz Müsəlman İdarəsi Allah şükür Paşazadədən bu yaxınlarda İranla bağlı jurnalist sual verir və cavabında nə deyir? Mənim deyir, katibimlə əlaqə saxlayın, o verəcək cavabı. Kənardan görünə bilər ki, bu Paşazadə istəmir də, indi ağıllı adam da yayınar. Yox. Ağıllı adam cavab verərək sualdan yayına bilər. Sən o burada şeyxsən, özü Şeyxülislam adı vermirsən. Şeyxülislam, yəni sekulyar necə elmdə akademik nədirsə, din elmində, İslam elmində Şeyxülislam odur. Yəni o burada bir titul var səndə. Sən çox qəşəng diplomatik halda bu suala cavab verə bilməz. İki söz deyərək ki, biz qonşu dövlətlərin arasının qızışdırılmasının, qarışmasını istəməzdik. Çünki orada bizim 20 milyon, 30 milyon, 40 milyon soydaşımız yaşayır. Bunu istəməzdə belə bir sual vermək olar da bunun üçün xüsusi Şeyxülislam olmağa ehtiyac yoxdur. Amma cavab vermədi. Cavab verə bilmədi. Verməkdən çəkindi. Bax, bizim Şeyxülislamımız budur. Bu personadır. Vicdan nədir bilmirəm deyən adam İslamın əsas dogmalarından da biridir. Vicdandır. Bu adam isə İslamın burada simasıdır ki, vicdan nədir mən bilmirəm. Şeyxülislam yada adımızı alanda Allah şükür Paşası nə yada düşür? Təzə pir, Bibi Heybət, nəzir qutuları, mollalar, qəbir daşı ticarəti. Ya bütün bu böyük bir biznes. Təzə pirdə qəşəng ölkədə ən gözəl aş Təzə pirdə. Təzə pirdə Allah şükürün obyektində verirlər. Baxın, bizim şeyx gör nə ilə hallanır. Mən onu bəlkə də onun adamları qulaq asdı. Yəni Təzə pirdə birisi yaşlılar deyir, ən gözəldir aş deyir. Allah şükür Paşazadənin obyektində verilir. Görün bizim Şeyxülislamımız nə ilə yadda qalır. Bu bir prototip. Bu ölkənin nə qədər ideologiyasız olduğunu, yəni bu Şeyxülislam da bu bədbaxt günə qoyan bu hakimiyyətin bu ideologiyasızlığı oldu. Bəlkə bir ideologiyalı hakimiyyət oldu. Şeyxülislam bu vəziyyətdə olmazdı. İkinci prototip. Bizim akademikimiz, bizim sekulyar Şeyxülislamımız, şeyximiz İsa Həbibbəli, Elmlər Akademiyasının rəhbəri. 20 yanvar günü jurnalist ona Ramiz Mehçid barədə sual verir. Onun siz cavabınız gördünüzmü? Nə dedi? Şeyxülislam elə jurnalistə elə cavab verdi. Akademikimiz, Elmlər Akademiyasının rəhbər eynən oxşar bir cavab verdi. Elə. Bu da bizim elmimizin, biri dinimizin siması, biri də elmimizin siması. Necə ölkədə din nə vəziyyətdədir? Siması olsa dində bu vəziyyətdə olacaq. Dindarlar da o vəziyyətdə olacaq. Eynən də elmimiz də nə vəziyyətdədir, onun simasından görünür. Normal bir cavab verə bilmədi. Adı götürüldü, elə çıxdı, getdi. Bir cavab da verə bilmədi. Hələ də tavır Ramiz Mehçidə qarşı qoya da bilmir. Yəni bir tərəfdən biz bilirik ki, bu ölkə başında duran adamın razılığı olmasa da Ramiz Mehçid bu cür ittihamlar elə sürülərdimi? Lap belə dəkələrdə rəsmi də olmasa. Təbii ki, yox, İlham Əliyevin razılığı ilə bu oldu. Amma buna rəğmən hələ də İsa Həbibbəli
İlham Əliyevin bu razılıq verdiyi məsələdə Ramiz Mehdiyev tam üstünə getməyə qorxur, çəkinir, deyir, istintaqın cavabını gözləyək. Bu da bu hakimiyyətin heç də göründüyü kimi güclü və vahid olduğunu göstərmir əslində. Sən prezidentin budur, sən nə durmursan? Səndən burcudursan. Bax, bu saat İsa Həbbəli burcutmaqla məsul. Sözün əsl mənasında. Məşhur söz vardı, burcutmaq. Hakimiyyətin hansı nümayəndəsi bu söz? O sözü demişdi. Bax, həmən burcutmaqla məşhur. Bu da bizim Ramiz Mehdiyev məsələsini görəm. O İsa Həbbəli akademikin cavabı adi bir sualda. Bu da onun siması, səviyyəsi. Çünki sekulyar elmimiz o gündə. Çünki ölkədə ideologiya alışmış bir dövlət olsa da İsa Həbbəli elmin başında durmazdı. Dursaydı elə cavab verməzdi. Ölkənin ideologiyasız olmağı da İsa Həbbəli kimi bir personanı bizim sekulyar elmimizin başında gətirdi və o vəziyyətdə qoydu. Və ona gülürdük. Nəyə gülürük? Özümüzə gülək, öz halımıza gülək. Çünki bu bədbəxt vəziyyətə salan bizim bu anekdot bir personaja çevirən bizim İsa Həbbəlini, Allah şükür Paşazadən, bu bizim bu ideologiyası olmayan hakimiyyətimizdir, dövlətimizdir. Bəli, bunun acı da olsa deməliyik. Və üçüncü personaj deyəm. Ölkədə illərdir bir vitse-spiker olan parlamentdə, indi də parlamentdə Ailə və Uşaq Komissiyasının rəhbəri olan Bahar Muradova hicabla bağlı kişinin qızı layihə ortaya çıxarıb ki, biz hicab psixoloji təsir edə bilər. Heç kəs güclə uşağına hicab bağlaya bilməz. Və bu da bir Allahın bir mesajıdır bu cəmiyyətə. Bunu dəstəkləyənlər də oldu axı. Müxtəlif o jurnalist adından klonlar, nə bilim, digər klonlar, hakimiyyətin klonları, jurnalist və digər adlarla buna dəstək verənlər də oldu. Yəni, bəli, biri dedi, baş əyirəm o heykəl qarşısında, hicabı atan heykəli qarşısında, o birisi dedi, bəli, hicab geridə qalmışdır və s. Adama deyirlər, gəl sən bir hicablı xanımı qoyaq, sizləri qoyaq, görək elmi səviyyə baxımından. Həmin o hicablı xanımların dırnaqlarının səviyyəsi sizin o boş beyninizdə, kəlləvinizdə yoxdur. Və bu da Allah göstərir ki, həmin o dönəmdə bizdə şagird müəllimi güllələdi. Nə bilim, yeniyetmə uşaq-uşağı bıçaqladı. Və burada göstərirdi, ay Bahar Muradova, təhsilimizin problemi hicab deyil, təhsilimizin problemi təhsilimizdə olan rəzalət, rəzil bir durumdur. Tələbə, şagird, müəllim münasibətləri durumu. Sən ona bir layihə hazırla, ay Bahar Muradova. Bu da bizim digər hakimiyyətimizin prototipi, siması Bahar Muradova. İdeologiyası olmayan bir tip personaj. Və bütün bunları götürəndə bu hakimiyyət nəinki ideologiyasız hakimiyyət, bu hakimiyyət üstəlik təpədən dırnağıdır, rüşvət içində batmış bir hakimiyyət. Və rüşvət, korrupsiyalaşmış, ideologiyasızlaşmış hakimiyyətin dini də bu vəziyyətdədir, təsiri də bu vəziyyətdədir, simaları da bax, anekdota çevrilən personajlardır. Hələ mən üçünü adını çəkdim. Digər personajlar da çəkmək olar. Qocalar bir cür, cavanlar da bir cür. Qocalar bunlar, cavanlar da Emin Amrullayevlar, Fərid Qayıbovlar. Bunlar da başqa cür. Anekdotik vəziyyət. Qruplar. Öz kimliyi ətrafında, öz kimliyi içində. Düz onlar onu hesab eləməyə bilər. Yox, biz всесильный ministrə elə hesab eləyə bilər, amma elədir. Onlar da başqa cür İsa Həbbəlinin başqa variasiyasıdır. Məsəl üçün, Emin Əmrullayev. Nə deyirsən, deyir ki, məndən qabaq da olub da. Məndən qabaq da olub da. Nə sual versən, deyir, məndən qabaq da olub da. Və bütün müəllimlərin də yarısından çoxunu savadsız adlandırır və bununla da işini bitmiş olur. Bu da bir ideologiyasızlaşmış hakimiyyətin digər bir personaj. Artıq gənc, cavan, xaricdə təhsil almış. Amma hakimiyyət nə vaxta qədər ideologiyasızdır və korrupsionerdir, fərq etməz. İstəyirsən politexnikdə təhsil al, istəyirsənsə, nə bilim, Washington Universitetində təhsil al,
sənin bütün personajların iqtidarda duran, hamısı yarımçıq, heç bir xalqına, ölkəsinə xeyir verməyən bir subyektlər olacaqlar. Bundan da o yana heç nə onlardan olan deyil.